Salam dostlar, nətərsiniz? Bu günləri bunun davamını gətiririk. Yadınızdasa 1-2 bölüm əvvəl bu yazğı sökmüşdük. Hələ mən videodan sonra biraz da bunun üstünü vurdum. Yəni biraz da bunun üstünü apardım. Yaxın zamanda buna bir dənə kraska alıb bunun kraskasını təzələyəyim. Sonra bunun faralarını çıxarayım, dalqabaq, led qoşdurayım uşaqların. Yəni mən led qoşdurmağı tam bilmirəm. Bizim uşaqlar bilir, mən tam bilməyi bacarmıram. Yəni mən təzə başlamışam modelkaya. Ona görə dostlarımı biləyim, onlar eləyək onu. Yəni özə pulsuz elətdirəyəm onu. Hə, videoya başlamamışdan qabaq bir dənə yüngülvari reklamımızı eləyək. Bu maşın 8 az yendi. Mirişli şəhər dram teatrının yaxınında olan. İstəyən olsa yazar kommentlərə. Bu maşın belədir, qapıları açılır. Bir dəqiqə açıl görmə. Qapıları açılır. Qabaq kapotu açılır, bir də arxa bagaj açılır. Bagajında da bəlkə bu boyda yer var. Bu boyda yer var. Bir boyda yer var. Yəni bu boyda yer bir dımbılı kanonka sığdırmaq olar. İstəyən varsa götürüb yaza bilər. Sonra deməli Range Rover'ımız nömrəsi də ki 10O015. Bu qəşəng maşınımız. Bu qəşəng maşınımızın qapıları normaldır. İç salınması, yəni o bir kimi bu qıraq qapısının içi pis deyil yəni. O birisinin qapısının içi boşdur, bununki tam yığılıbdır yəni. Bununki tam zorundandır. Qaz pedalına kimi var. Panorama lükdür. 20 manat qiyməti var. İstəyən varsa yaza bilər. Burası bagajı belə açılır. Bagajı təxmini bir dəqiqə. Təxmini bu boydası var. Bu boydası var. Belə. Belə göstərəm bax bir dəqiqə. Bu boyda var. Bu boyda bagajı var. İçinə 1 manatı 4 yerə qatlayıb kvadrat formada bunun içinə qoymaq olur. Dünən yoxlamışam. Həqiqətən həm kassa kimi istifadə etmək olar, həm də ki kassa deyəndə pul qabı kimi. Həm də ki maşının belə modelka kimi. Bagajda ki biraz gülməli özəlliyi var. Belə bağlayırıq, sonra daldan biraz basırıq, belə girir, sonra belə oldu. Ondan sonra bagajı örtürük. Всё. Maşınımızın baş keçərası açılmır. Sonra bunun içində bataryası özündə olmuş formada gəndərəyim. Misinasını da çıxarıb taxmaq olur. Yəni başınızın ağrımağını istəmirsinizsə bunu taxın. Amma başınızın ağrımağını istəsə bunu çıxarın. Deməli, bir də o videodan əvvəl mən bunu bir dənə uşaqlara verdim. Bunun bu dal farasına led də qoşdurduq. Yəni bunun dal farasında led də var, işıq da var. Ona görə indi nəysə reklamımız elədik. Bundan sonra indi başlayaq biz əsas səbəbimizə. Bu dostumuz. Bu dostumuzun indi kraskasını çıxarma bölümümüzdür. Artıq birazcık da pula qıymışam. Qəşəngdən pula qıyıb özümə qəşəngindən bir dənə kalon kalmışam. Ayıb bunu. Hə, deməli biraz pula qıymışıq və qəşəng bir dənə kalon qalmışıq. Səs də qəşəngdir. Yəni hər cür zibildən çıxıb da bu kalonka. Yəni 2 gündür almışam, başına gəlməyən zibil qalmayıb. Balkondan düşüb, sonra əlimdən düşüb, mağazdan alındı, əlimdən yenə düşüb. Yəni mən aldığıma peşman edim də. Yəni peşman oldum mən aldığıma. Biraz bazardan bunun üstünü sürtək. Siz özünüz nə ararsınız, nə edirsiniz? Kanalıma abunə olun. Biraz abunələrimiz bundan sonra yaman tez artır. Allah qoysa 500 abunədə qəşəng bir dənə fuar eləyəyim. Sonra Karpaçın qəşəng maraqlı aktivitelərimiz oluyor. Amma görürəm ki 500 abunə olmur bu şey. Ona görə tay bu işlərə girmişik ki bəlkə abunəyə gələ bunlardan. Yoxsa normalda mən Karpaçıqdan ayrılan adam deyiləm. Oyuncuda oynayıram. Oyuncu çox oynayıram amma. Sabahlar məktəbə getməyəcəyimə görə bütün gün oyundayım demək olar. Əgər qarşılaşsaq adım DC 315'dir. Siz bir dənə bunun qabaq kapotuna baxın. Gördüyünüz kimi 1, 2, 3. Niyə belə göstərir? Hə, 1, 2, 3, 4 dənə yeri var. İndi mən bunu bir dənə qəşəng abab-bağ eləyim, gəldim. Deməli, bayaqdan da ağartmağa çalışıram. Təxmini 10 dəqiqəyə bu qədər ilərləyişimiz var. Yəni yaxşıdır da. Nə tər bu orijinaldır, yoxsa Yapon modeldir bilmirəm, amma kim bunu kraskalayıbdırsa ya da fabrikada bunu nə tər kraskalayıbdırsa
Nə dedim, kraska çıxmaq bilmir daha. Bayaqdan sürtürəm. Yazıq məst oldu. Sürtmürük. Nə tək kraskalayıb bilmirəm. Nəysə, biraz da bunu kraskalayıb gəlin. Yəni sürtüb gəlin. Dostlar, bayaqdan sürtürəm. Xeyli sürtmüşəm qıraqları. Gördüyünüz kimi bozarıqdır. Yəni bu da metalikdir, yəni metaldır. İndi bunun içini açıb içini yığmağa gəldik. Bunun içini açmaq, yəni asan işdir. Yəni iki dənə burasını dartacağıq, amma heyf ki dal tərəfini aça biləcəm. Çünki qabaq tərəfini o günə ustalıq bir şəkillə tutub bağladım. Ona görə də ki dal tərəfini aça bilərik bir dənə. Qabaq tərəfini də yoxlayaq, amma alınmıyor, yəni bilirəm. Bu boyda baş, bura nətər cizim bu dımbıl deşiyə. Bu dımbıl deşiyə. Ona görə başqa instrumentlərdən istifadə edirik. Gəlin. Nazik baş, bir də uzun baş qaçlar gətirdim. İndi bunlarla bir dənə yoxlayaq. Nəsə düşdü ki, yoxlayaq. İndi bir dənə bununla yoxlayaq, tez bozar. Görən aça biləcək. Bunun burasını yoxsa yox? Açıldı. Deməli, maşınımızın bir dənə qəşəng şov eləyək. İstəyirsinizsə. Belə gəldik. Dınt. Bir dəqiqə. Dınt. Deməli, bunun bu aynonlarını çıxartdıq. Bunun stolları baxmıyorum. Bitişik. Bitişik olmasaydı bunun stollarını sökəcəydim. Bunun motoru, mühərriki zalı hamısı burada yerində. Öz yerində gül kimi yerlənir. Aha. Biz bunun burasını belə gətirsək. Nədə yox. İndi biz buna pedok vermək istəyirik. Deyən aynonları gətir şələm. Deməli, aynonlarımızı gətirdik, spişka kökləri və tapanca kirək. Düşdü. Olan şeydir, problem yoxdur. Bir dənə bura asa bilsəm, qəşəng olar. Asıllı. Bu açılmaz görən, yox. Deməli, indi bu. Bunun kabinkasını almaq olar. Bunun kabinini hələdir ayrılam, bir yana qoyuram. Deməli, üst tərəfi, kraska olan tərəfi, üst tərəfi. İndi bunun şüşələrini də kraskalayayım, təbii ki. Bu şüşələr bu videoda qoysam, təbii ki, sivil gününə düşər şüşə. İndi məndənsə bunun şüşələrini çıxarım. Burasını çıxarım. Sonra birazdan problem olayaq bizim. İndi yox, bunun burasını çıxartmayaq. Bunun birisi var. Buradan tutal. Bunun burasını çəkiriklər də bura. Bir dəqiqə. Bir dəqiqə çıxmaz sokaq tüylər demişəm. Bir dəqiqə bu. Əziz uşaqlardadır. Biraz qarışıq video oldu. Videonun qarşılığı üçün üzr istəyirəm sizlərdən. Çünki biraz problemləri olur. Yəni çöldən hər şey asan görünə bilər. Çöldən görünməyinə hər şey asan olur. Amma eləmək biraz qəlizdir. Yəni bəziləri var, onu rahat eləyir. Yəni 2-2-də amma mən təzə başlamışam deyə. Yəni əvvəllər eləmişəm əvvəllər. O da əvvəllərdə idi. İndi kimdir buna modelka yığan, surt uzun uzadı məsələ. Ona kimi tapanca kremimiz qızdı. Bir dənə bunu belə vururuq. Siyah. İndi bunu belə qoyub qaldırmaq olar ya da belə birbaşa bura. Birdən-birə boydan boya bir dənə qoyduq. Bunu belə qoyduq. Siyah.
Davay geçen gelir yerleri bir tane. Birinci defa da spişka çöpünden. Davay. Ay elim yandı. Ay elim yandı. Neyse onun için halleleyip bir tane bunu. Yani birinci dəfədir mən spişka çöpündən peridot eləyirəm. Yəni mənə də qəribə gəlir, çünki spişka çöpündən adam peridot eləyər. Yəni məncə heç kəs peridotla spişka çöpündən eləməz, çünki spişka çöpü məntiqsizdir. Onsa çıtma deyən kimi qırılır. Şapalaq vurmasam belə qırılır. Şapalaq vurmasam belə qırılır. Ona görə bir dənə bunu belə eləyək. Videoda arada bir dımılı qara ekran zad gələ bilər. O da ki, mənim üzümü göstərməyimi istəyir ki, telefonum. Birdən nəsə olar deyə. Telefonun şey yaxşıdır amma. İndi bunu da bir dənə bura qoyuruq. İndi gəldik nağıl hissəsinə. Buna bir dənə qəşəng dairə qurayıq. 3-4 dənə. Elə oyunun ən cibil hissəsinə gəldik demək olar. Bir dənə buna qəşəng dairə qurmaq lazımdır ki, bu təkərləri oturtduraq. Dairənin 3 bucaq. Bir dənə bunu bura qoyuram. Bir dənə bura qoyuram. Vəsiyo. Bəsidir. Çox da rasxoda girməyə ehtiyac yoxdur. Məncə. Bir dənə belə hop. Hədə yox, bunlar pis oldu bir dəqiqə. Bir şey fikirləşmədim, o pis oldu. Buraya yapışdırabilirim canım. Ne yapıştıramam, ben her şeyi yapıştırırım canım. Bura. Aşağı diye. Bir tane destek. O da aşağı diye. Bir tane de buna destek. Buradan. Siyah. Az kaldı. Yani burada koysam. Siyah ya. Haka değil olsa bu. Oy. Yapış kutardan bula. Siyah. Bunu belə. Bismillah. Yandım. Yani bunun beləsi zibilləri də olur, yani gözləmiyorlar. Heç saat en azından çok da bir şey olmadı. 2 dəqiqəyə həll elədik. Ne pis yandı əlim. Ha bak, bu silikon tapancanın bir şey pis. Adamın yanına o dəqiqə yandırmağa. Bunu da belə açsa ol indi. Bir tane bu qırağındakiləri bütün əridiyim. Bunlar da adam nədir? Yandıram. Yani bütün. Yanılsa da problem yoktu. Onsa sabahdan məktəb yoktu. Hamımızın yay tətilini təbrik edirəm. İnşallah yay tətiliniz uğurlu olar. Mənim kanalıma da bir salam verin də. Bir 200 abunəm var. Heç baxanım da yoxdur cəməldə. Bir baxın. Bir videonu bəyənin eləyin. Amma 200 abunəsi var. 15 videoda eləyir. 45 videoda eləyir. Mən yazdığım videoları niyə tutmucuram? Neyse dostlar, videomuz bu kadar. Bir tane bunu da buraya yapıştırayım. Ya da yok ya. Tamam, bunu buraya nətər yapıştırayım ben. Bunu buraya koysam. Bir dakika, bunu buraya koysam. Önce her geliyor. Ses basa bir tane bunu buraya koyuram. Yok. Ay, yapış kutar. Neyse dostlar, ümumiyyətlə videomuz bu kadar, sağ olun. 4 saniye vaxtı qalıb videonun sönməyinə. Sağ olun.